göründüyü kimi kifoz əlamətləri olduğuna görə rentgen görüntü istədim. Kifoz 57, lardoz, bel lardozu 47 və skalyoz bucağı, kob bucağı, tarakalda açıqlığı sola baxan 12 dərəcə. Amma ağrılara görə həm də MRT görüntüsü çəkdirməyi təklif etdim. Və həmin MRT-də artıq metastaz görüntüləri var. Sümük metastazı. Xəstəni birbaşa onkologiya konsultasiya yolladım.